Salam aleykum, hər kəsi salamlayıram. Kanalımızın abunəçiləri və qeyri-abunəçilər. Deməli, bu gün ayın 28-i dekabr 2025-ci il. Şəkiyə qəşəng qar yağır. İnşallah çıxırıq balığa. Bu da Namiq dayı gəlir, veşlərini gətirir. Allah qoysa səfərimiz Şəmkirədir. İnşallah çəkilişim olacaq. Numara yapıyor. İnşallah. İngəçevirdən də 2 dənə balıqçı qardaşımız var. Onları da götürəcəyik Allahın izni ilə. Səfərimiz Şəmkirədir. Deyilənə görə balıq çıxır oradan. Gedirik balığa. İnşallah çəkilişimiz davam eləyəcək. Əziz dostlar, deməli gəldik, çatdıq Şəmkir su anbarı. Qarmaqlarımızı atmışıq. Namiq dayı ilə mənəm burada. O bir uşaqlar da o yanda oturublar. Allahdan xeyirdir. Görək nəsə olur. İnşallah olar. Balıqçı qardaşlar, deməli hava qaraldı. 2 dənə karas Namiq dayı tutub. Bir dənə də mən. Hələ heç nə yoxdur ayrı. Saat 8-ə işləyib. Hava soyuqdur, ocağı qalamışıq, oturmuşuq qırağında. Görək nəsə real bir şey olsa inşallah çəkəcəm. Aha, mənim qarmağım vurdu. Bu kuşkası vurdu. Vurdu, ha. Boşaldı Namiq dayı. Abi. Yok, boşaltmıyor. Ya tamam da. Ya öyle bir defa. Ya bu ilişikti. Ya bu nasıl olupdu buna? Harap oldu bu. Yok yok, vurmur axı. Nasıl bu zıngırop harap oldu? Ne mi oldu, ne oldu buna? Nasıl öz başına heyl elədi? Yəqin bir dəfə vurub amma düşmədi da heç nə. Allahdan xeyirsi, baxaq görək nə olur. Əziz dostlar, bugünkü ovumuzun nəticəsi bu oldu. Deməli karaslar, qəşəng yeri karaslar oldu. Yarım kiloluq, 400 qramlıq Şəmkir ovumuzun nəticəsidir.